İmam Hüseyin Aleyhisselam hər il bizi öz ətrafında toplayır və bu Peyğəmbərin sözünü təsdiq edir ki, buyurur ki, İnnə li qətlil Hüseyn hərarətən fi qulubil müminin lə təbrudu əbəda. Buyurur ki, həqiqətən də Hüseynin qətli ilə möminlərin qəlbində bir od yanır, bir hərarət yanır ki, heç zaman sönməyəcək. Peyğəmbər bunu uzaq görənliyi ilə xəbər verir və tarix buna şahidlik edir. İldən ilə ona yananların sayı artır. Onun zəvvarlarının sayı artıq 20 milyonu keçir. Dünyada ikinci belə bir kütləvi toplantı yox Qərbəyin kimi. Yəni ildən ilə artır və Peyğəmbər buyurdu ki, bu sönməyəcək, günü-gündən artacaq. Böyle bir hərarətdir ki, imanla bağlıdır. Çünki deyir fi qulubil müminin, möminlər. Yəni bu imanla bağlı məsələdir. Bu belə bir məsələdir. Bu elə bir məhəbbətdir ki, buna məntiqi izah tapmırsan.